Salam dəyərli müəllimlər və abituriyentlər. Bugün sizlərə 1865 və 1870-ci ildəki islahatlardan danışacağım. İlk öncə başlayaq Rusiyadakı məsələlərə. Biz bilirik ki, Rusiyada təhkimçiliyin ləğvi 1861-ci ildə idi. Amma Azərbaycanda bu hadisələr bir qədər ləng başladılar, bu islahatlara daha doğrusu. Bunun bir sıra səbəbləri var idi ki, səbəbləri ondan ibarət idi ki, bunu bəhanə gətirirdilər ki, Azərbaycanda torpaq sahiblərlə kəndli arasında heç bir ziddiyyət yoxdur. Bunu bəhanə gətirərəkdən islahatı ləngidirdi. Bu bunun sosial deməli bəhanələri idi. İqtisadi məsələlərdə isə deyirdi ki, iqtisadi şərait yetişməyibdi. Bunu bəhanə etməyə başlamışdılar, bunu irəli sürürdülər. Eyni zamanda siyasi məsələdə irəli sürmüşdülər ki, Çar hökuməti, biz bilirik ki, 40-cı il islahatından sonra bəylərin, ağaların hüquqlarını məhdudlaşdırmağa çalışdılar da, bunun səhv olduğunu anlamışlar. Hətta onları ali müsəlman silki ilə adlandırırdılar. Onlara müəyyən hüquqlar verməyə başlamışdılar. Ümumiyyətlə biz bilirik ki, Çar hökuməti başa düşmüşdü ki, kəndlini əldə saxlamağın ən yaxşı yolu bəyi, ağanı əldə saxlamaqdır. Bəy ağanı əgər öz tərəfinə çəkərsə, kəndlini də əldə saxlamaq daha rahat ola bilərdi. Ona görə də Çar hökumətinə qarşı hər hansı bir Çar hökuməti bəylərin ona qarşı narazılığını istəmirdi. Ona görə də islahatı bir qədər gecikdirirdilər. Ən birinci başlayaq 1865-ci illərdə kənd cəmiyyətləri haqqında qanundan. Bu qanunun həm müsbət cəhəti var idi, həm də mənfi cəhəti var idi. Bu islahatda müsbət bir addım o idi ki, burada ağaların kəndlilər üzərində hakimiyyətini bir qədər azaltdılar. Amma köklü şəkildə dəyişdilərmi? Xeyr. Gəlin baxaq islahata, nə dəyişdi kəndlilərin xeyrinə. Mülkədarın biz bilirik ki, 46-47-ci il islahatlarında kəndli üzərində polis məhkəmə hüququ var idi. İndi bu islahatda bu hüquq ləğv olunacaqdı və seçkili orqan olan vahid kənd idarəsi yaradıldı. Bu bizim üçün müsbət bir şey idi. Bəs çatışmayan, mənfi olan hadisələr nə idi? Məhdud cəhətləri. Burada torpaqlar yenə də bəy və ağaların mülkiyyətində qaldı. Vergilərin miqdarı isə dəyişməz oldu. Bu kəndlinin ziyanına idi. Keçək digər islahatımıza, 1870-ci il islahatına gəldik. Bu islahat ümumiyyətcə, belə deyək ki, Azərbaycanda köklü dəyişiklik yaratmadı. Sual yaranır ki, niyə? Çünki gördüyünüz kimi islahat sahibkar kəndlilərinə aid edildi, dövlət kəndlilərinə aid edilmədi. Ölkəmizdə də sahibkar kəndliləri 5də 1-ni təşkil eləyirdi. Yerdə qalan 5də 4-ünü dövlət kəndliləri. Deməli, ən çox hansı kəndlilər üstünlük təşkil edir? Dövlət kəndliləri. Deməli, az bir hissəsini əhatə etdiyinə görə biz deyirik ki, bu islahat Azərbaycanda köklü dəyişiklik yarada bilmədi. Keçək islahatın məğzinə. Əvvəla onu nəzərinizə çatdırım ki, islahatda əsas məsələlər bundan ibarətdir. Torpaq məsələsi var idi, vergi mükəlləfiyyət məsələsi var idi, eyni zamanda kəndlinin feodal asıllığının azad olunma məsələsi var idi. Gəlin ən birinci baxaq torpaq məsələsinə. Çalışdığım qədər bu hissəni açıq şəkildə sizə deyəcəm, loru dillə daha yaxşı yadda qalsın. Əvvəla burada biz bilirik ki, xüsusi bir torpaq məhdudiyyəti, belə deyək, torpağı almaq üçün xüsusi bir miqdar təyin edilməmişdi. Bunu deyək ki, kəndlinin istifadəsində olan torpaqlar onun nəsli istifadəsinə verilirdi. Məsələn, Aytacın, yazaq bura A hərfi yazaq, Aytacın 4 desiyatin torpağı var, Əlinin də 6 desiyatin torpağı var. Əlinin istifadə etdiyi 6 desiyatin və Aytacın istifadə etdiyi 4 desiyatin torpaqları idi. 4 desiyatin torpağı idi və bu torpaqların əsasnamədə göstərilir ki, 5 desiyatından artıq olan torpağı mülkədarın xeyrinə kəsib götürməli idi. Deməli, 56 desiyatin torpaq onun istifadəsinə verilmirdi. Onun istifadəsində olan 6 desiyatını 5 desiyatına endirirlər, 1 desiyatını mülkədarın xeyrinə kəsib götürürdülər. Aytacda isə 4 desiyatın torpağı var idi və bu 4 desiyatın olsa da, belə deyək də, bizə limiti 5 desiyatın qoysa da, yəni az olan torpağı olan kəndliyə əlavə torpaq verməyəcəklər.
Yəni olduğu kimi saxlayacaqlar. İndi deyir ki, bu islahatda Aytaç və Əli, indiyə kimi istifadənizdə hansı torpaqlar var? Bu torpaqları sizə nəsli istifadə hüququ verirəm. Nəsli istifadə hüququ nə deməkdir? Sən bundan sonra Əli də, Aytaç da bundan sonra torpaqları nəsildən nəslə ötürə bilərlər. Heç kəs gəlib Əlidən, Aytaçdan torpaq satın alma, belə deyək ki, torpağı daha doğrusu geri alma hüququ yoxdur. Sonra bu islahatda nə göstərilir? Deyir ki, Əli və Aytaç, biz sizi məcbur eləmirik. Əgər pulunuz varsa, bu torpağı satın ala bilərsiniz. Bu məcburi deyil. Məsələn, 1912-ci il islahatında torpaqların satın alması məcbur olacaqdır. Burada isə torpaqları satın almaq məcburi deyil. Əgər pulunuz varsa, imkanınız varsa, bu hissəsinə diqqətlə baxın. Sizin istifadənizdə olan torpaqları satın alma hüququnuz var. Yəni indiyənə kimi Aytacın əlində nə qədər torpaq var? 4 desiatın torpaq. Pulun varsa 4 desiatın pulunu ödə al. İndi bu torpaqları istəsən, sahibkarın razılığı əsasında bu torpaqları istəsən yarıya böl al. İstəyirsən bir hissəsini al, istəyirsən bütöv şəkildə al, buna dövlət icazə verirdi. İstəyirsən bütöv, istəyirsən hissə al, bu yəni öz daha doğrusu imkanından asılı idi. Və dövlət bu torpaqların alınmasında nə Aytaca, nə Əliyə köməklik göstərmirdi. Məsələn, Rusiyada amma köməklik göstərirdi. Torpaqlar əsasən qiyməti, alınması, belə deyək də, sahibkarla qarşılıqlı razılıq əsasında qiyməti təyin edirdilər. Ki, yəni bu 4 desiatın torpağa mən nə qədər verəcəm? Razılıq əsasında təyin olunmalıydı. Əgər kəndli torpağı öz tələbi ilə satın almaq istəsə, onda qiyməti dövlət özü müəyyən eləyəcəkdi. Təbii ki, burada keyfiyyətə görə qiymət dəyişirdi. Misal üçün, torpaq var, məhsuldardır, yəqin buna uyğun bir qiymət təyin eləməliydilər. Hərəsinin, yəni belə deyək də, keyfiyyətinə görə bir qiyməti var idi. Eyni zamanda torpaqların qiymətləri də eyni deyil idi. Məsəl üçün, Naxçıvanda deyil torpaqlar baha idi. Ümumi götürəndə Azərbaycandakı torpaqlar Rusiyadakı torpaqlardan qat-qat baha idi. Ona görə də baha olduqlarına görə də belə deyək ki, kəndli bir qədər bu torpaqları satın almaqda çətinlik çəkirdi. Gəlin baxaq indi bu daimi istifadəsində olan torpaqla satın alınmış torpağın fərqi nədən ibarətdir? Məsəl üçün, Aytaç 4 desiatın torpağı satın alır, olur mülkədar və yaxud da bu torpağın sahibi. Əli isə imkanı çatmır bu torpağı almağa. Hələ də onun nəsli istifadəsindədir. Yəni bunu almağa imkanı çatmır. Bəs Əli ilə Aytacın fərqi nədən ibarətdir? Fərqi ondan ibarətdir ki, belə deyək ki, Aytac onun daimi mülkiyyətinə keçdiyinə görə bu torpaq ağaya heç bir vergi mükəlləfiyyət daşımır. O onun şəxsi torpağıdır. Heç kəs də ondan nə vergi, nə mükəlləfiyyət ala bilməzdi. Amma Əli bu torpağı satın ala bilməyib deyə, Əli hələ də daimi istifadəsində olsa da, Əli nəsildən nəslə bunu köçürsə də fərqi yoxdur. Oradan istifadəyə görə ağaya, bəyə hələ də vergi verməkdə davam edirdi. Baxın, fərqləri də bundan ibarət idi. Sonra keçək digər məsələlərə. Bildik ki, bu islahatlar deməli hansı kəndlilərə aid edildi? Sahibkar kəndlilərə, elə çatışmayan cəhəti də, bax, biri də buradan ibarət idi. Sonra biz bilirik ki, əvvəlki, belə deyək ki, dərslərdə də biz bildik ki, artıq Çar mülkədarı özündən uzaqlaşdırmaq istəmirdi. Ona görə, belə deyək ki, mülkədara əgər kəndlinin torpağı o normadan, yəni 5 desiatla artıq olarsa, bu mülkədarın xeyrinə kəsilib götürülməli idi. Bir də əgər mülkədarın əkinə yararlı torpağı az olarsa, onu da kəndlidən alıb mülkədara verilməli idi. Əsasnamədəki digər məsələyə toxunaq, vergi və mükəlləfiyyətlər məsələsinə toxunaq. Vergi məsələsinə biyara baxaq. Biyar nə idi? Mükəlləfiyyətdir, yəni məcburi əməkdir. Biz bilirik 47-ci il əsasnaməsində biyar var idi. İndi 70-ci il əsasnaməsində deyir ki, biyarı pul mükəlləfiyyətinə əvəz eləyəcək, pulla əvəz eləyəcək, pul ödənişi olacaqdır və bundan da kəndli, yəni biyara getmə məcburiyyətində qalmayacaqdır. Hər desiatına görə, belə deyək
ki, pul mükəlləfiyyəti ödəməli idi. Malcəhət olduğu kimi qaldı, heç bir şey dəyişmədi, məhsulun önünə birini bəyə ödəməli idilər. Biz 47-ci il əsasnaməsində də rast gəldik və burada da rast gəldik. Bir də bir məsələ var ki, meşələrdən istifadəyə görə vergi ödəməli idi kəndli. Buna diqqətli olun, testlərə düşür. Digər məsələyə şəxsən azad məsələsi və iqtisadi asıllıq məsələlərinə toxunaq. Burada belə deyirik ki, sahibkar kəndliləri artıq şəxsən azad elan olunurdular və feodal asılı münasibətlərinə bu getdikcə zərbə vurdu. İqtisadi asıllıq məsələsi var ki, bahalıq üzündən, yəni bu pay torpaqlarını kəndli satın ala bilmirdi. Ona görə də yenə də bu belə deyək ki, sahibkardan, yəni ağasından iqtisadi cəhətdən asılı qalırlar və bu davam edirdi. Gəlin baxaq 65-ci il, yəni 70-ci il əsasnaməsi bir daha ümumiləşdirək, keçək digər hissəyə. Məlum məsələ 65-ci il əsasnaməsində dedik polis məhkəmə hüququ ləğv olundu, bütün kəndlərə aid edildi, vahid kənd idarəsi yaradıldı və məhdudiyyəti vergilər yenə də dəyişmədi. 70-ci il məsələlərlə bir daha ümumiləşdirək, vergi, torpaq, şəxsi azadlıq məsələsi idi, sahibkar kəndlərinə aid edildi, biyarı ləğv elədi və torpaqları daimi istifadəyə verdi kəndlinin. Burada da çatışmayan cəhəti torpaq sahibkarda qaldı, dövlət yardımı olmadı. Yəni, bahalıq nəticəsində kəndlilərin demək olar ki, az hissəsi o torpağı ala bildi. Təbii ki, bu islahatın da çatışmayan cəhətləri olacaqdır. Yalnız bayaq da yuxarı dedik ki, dövlət kəndlilərinə aid edilmədi bu, ancaq sahibkar kəndlilərinə aid edildi. Dövlət heç bir dəstək göstərmədi. Məsəl üçün, bunu Rusiyadan dəstək göstərirdilər. Eyni zamanda, belə deyək ki, Azərbaycanda artıq xırda kəndli torpaq sahibliyinin yaranması biz bilirik ki, ağaların ziyanına idi və çarizmlə çalışırdı ki, ağanı özündən uzaqlaşdırmasının əksini əlində saxlasın. Bu məsələyə baxaq ki, torpağı satın ala bilmirdi deyə kəndli müvəqqəti mükəlləfiyyətlə adlanırdı. Nə zaman artıq torpağını olacaq mülkədar. Rusiyada 61-ci ildə bu islahat verilir. 81-ə qədər Rusiyada da kəndli müvəqqəti mükəlləfiyyətlə adlanır. Lakin bu hadisə 81-ci ildə ləğv olunacaq Rusiyada. Amma Azərbaycanda məlum məsələ, Rusiyadakı islahatda bir qədər Azərbaycana gec baş verəcəkdir. Azərbaycanda 70-ci ildə müvəqqəti mükəlləfiyyətli vəziyyətdən düşən kəndli yalnız 1912-ci ildə belə deyək ki, müvəqqəti mükəlləfiyyətlərdən azad olunacaqdır. Tam demək olar ki, 40 il gecikmə olacaqdır. Ümumiyyətcə bu islahatlar, gəlin baxaq görək, nəticədə nə baş verdi? Kənddə təbəqələşmə yaranacaq, çox diqqətli olun bu məsələyə. Misal üçün, sahibkar kəndlilərin təbəqələşməsini biz 1870 ilə götürəcəyik, amma dövlət kəndlərin təbəqələşməsi adətən 1900 və 1903-cü il islahatlarından götürəcəyik və bu artıq kapitalizmin yaranması, daha doğrusu inkişafına şərait yaradan hadisələr olacaqdır. Sahibkar kəndliləri, belə deyək ki, bunların içərisində kimlər torpağı ala bilirlər? Ortabab kəndlilər aldılar torpaqları satın, nəyə çevrildilər? Qolçamaqlara. Biz bilirik ki, qolçamaq təbəqəsi Azərbaycanda kollektivləşmə nəticəsində ləğv olunacaqdır ki, qolçamaqlar yəni torpaq sahibinə çevrilirlər. Bəs az torpaqlı kəndlilər, torpaqsızlar isə torpağını ala bilmədilər, ona görə də artıq onlar qolçamaqların belə deyək, təsərrüfatında muzlu işçiyə çevriləcəklər. Gəlin bir ümumiləşdirmə eləyək. Dedik ki, bu islahat artıq burjua xarakteri daşıyırdı, kapitalizmi inkişaf elətdirdi. Bu islahatın nəticələrinə baxaq. Görək indi, burada biz bilirik ki, kapitalizmin inkişafına şərait yaradan hadisə nədir? Biyarın pul ödənişi ilə əvəz olunma məsələsi var idi. Daimi istifadə hüquq qazanması məsələsi var idi, şəxsi asıllığın ləğvi var idi və məhsulun qalan hissəsindən azad istifadə hüququ var idi. Bəs burada feodalizmdən qalan qalıqlar hansılar idi? Məsələn, müvəqqəti mükəlləfiyyətli vəziyyətində qalması feodalizmdən qalma qalıqları göstərirdi. Malcəhət vergisinin qalması feodal qalıqları idi. Dövlət kəndlilərin islahatdan kənar qalması feodal qalıqları hesab olunurdu. Bugünlük bu qədər. Digər islahatlar isə digər dərslərimizi izahını verməyə çalışacağım.